Salam əziz şagirdlər, mən sizlərə 5-ci sinif güvən nəşriyyatından testlərin izahını verəcəm. Birinci testdən başlayaq. X kiçikdir 8 bərabərsizliyinin ən böyük həllini tapın. X kiçikdir 8-dən, yəni bəzən uşaqlar burada qarışdırırlar. Deyir ki, X kiçikdir 8 bərabərsizliyinin ən böyük həllini tapın. Bax, bu ən böyük sözü bəzən uşaqlara aydın olmur. Yəni 8-dən kiçik olan ən böyük ədəd hansıdır? Əslində burada 1, 2, 3, 4, 5, 6, 7. Yəni x-in yerində 1, 2, 3, 4, 5, 6, 7 ola bilər. Amma bizə ən böyük tam həlli dediği üçün biz götürürük 7. Doğru cevap olur C variantı. X 8'den kiçik olan ən böyük ədəd 7'dir. X böyükdür 3 bərabərsizliyinin ən kiçik həllini tapın. Baxın, X 3-dən böyükdür. 3-dən böyük hansı ədədlər var? 4, 5, 6, 7 gedir sonsuzluğa qədər. Müsbət sonsuzluğa qədər. Burada bizə deyir ki, 3-dən böyük olan ən kiçik ədəd. 3-dən böyük olan ən kiçiyi 4'dür. X kiçik bərabərdir 9 bərabərsizliyinin ən böyük tam həllini tapın. X baxın yazıb X kiçik bərabərdir 9. Ən böyük tam həllini deyir. Əslində 9-dan kiçik ədədlər 1, 2, 3, 4, 5, 6, 7, 8. Burada bərabər olduğu üçün, kiçik bərabərdir olduğu üçün 9'un özünü də götürə bilərik. Bizə deyir ki, bərabərsizliyin ən böyük tam həlli olacaq 9. Doğru cavab olur B variantı. Əgər bərabər işarəsi olmasa 8 götürərdik. X böyükdür 5 bərabərsizliyin ən kiçik tam həlli hansıdır? Baxın, X böyük bərabərdir veribdir. Yəni 5'ə bərabər və 5'dən böyük. Ən kiçik həlli olacaq 5'in özü. Niyə görə? Dediyimiz kimi. Çünki burada bərabər işarəsi var. Əgər belə olsaydı X böyükdür 5, bərabərsizliyin ən kiçik tam həlli biz götürərdik 6. Bərabər işarəsi olduğu üçün 5'in özünü götürürük. X kiçikdir 3 bərabərsizliyin həlli olan natural ədədlərin hasilini tapın. X 3'dən kiçikdirsə, hansı natural ədədləri var 3'dən kiçik? 1, 2. Və bunların hasili 1'i 2'ye vursaq edəcək 2. Doğru cavab olur B variantı. X kiçikdir 4,2 bərabərsizliyinin natural həllinin cəmini tapın. X 4,2'dən kiçikdirsə, X kiçikdir 4,2. 4,2'dən kiçik olan natural ədədlər 4'ün özü 3, 2, 1. Bunların cəmi necə edəcək? Edəcək 10. Doğru cavab olur B variantı. 6'dan kiçik natural ədədlərin cəmini tapın. 6'dan kiçik natural ədədlər hansılardır? 6'dan kiçik natural ədədlər 5, 4, 3, 2, 1. Bunların cəmi edəcək 15. Doğru cavab olur C variantı. 7'den kiçik natural ədədlərin cəmini tapın. 7'den kiçik natural ədədlər 1'dən başlayır 6'ya qədər. Bunların cəmi neçə edəcək? Edəcək 21. Doğru cevap olur B variantı. Devam edək. İmtahandan keçmək üçün Fərid ən azı 80 bal toplamalıdır. Bu fikrə uyğun bərabərsizlik hansıdır? Baxın, imtahandan düşünün ki, keçid balı 80 baldır.
Fərid 79 bal toplasa imtahandan kəsiləcək. Fərid imtahandan ən azı 80 bal toplamalıdır. Bu nə deməkdir? Yəni 80 və 80-dən böyük olmalıdır bunun balı. 80-dən çox olmalıdır. 80-ə bərabər olmalıdır və 80-dən çox bal toplamalıdır. Burada olacaq en böyük bərabərdir 80. Yəni balı ən az 80 ola bilər və 80-dən yuxarı bal toplamalıdır. İmtahandan keçmək üçün Murad ən azı 92 bal toplamalıdır. Bu fikrə uyğun bərabərsizlik hansıdır? Burada da ən azı 92 bal toplamalıdır ki, Murad imtahandan keçə bilsin. Yəni Murad 91 bal toplasa imtahandan kəsiləcək. Bu nə deməkdir? Yəni 92 və 92-yə bərabər və 92-dən böyük bal toplamalıdır. En böyük olmalıdır, böyük bərabərdir 92-dən. Doğru cavab olur D variantı. Burada diqqətli olun. Ən az sözünə görə götürüb kiçikdir işarəsi yazmayın. Yəni ən azı 92 bal. 92-yə bərabər olmalıdır və ya 92-dən çox olmalıdır. Növbəti testimizə baxaq. 5 kız çıxaq 4 böyükdür 18. Bərabərsizliyini ödəyən ən kiçik tam ədədi tapaq. Bizə tənliyi öncə bərabərsizliyini özün yazaq. 5 qız çıxaq 4 böyükdür 18. Bərabərsizliyi həll edirik. 5 qız böyükdür 18 üstə gələk 4. 5 qız böyükdür 18-in üzərinə 4 gəlsək edir 22. X böyükdür 22-ni bölürük 4-ə. X da böyükdür 22-ni 4-ə bölsək edəcək 20-in içində 4 5 dəfə 5 tam onda üzrsən 4-ə bölünürük 5-ə bölürük. Üzrsən 5'e bölürük. Burada 5x'dır. X da böyükdür. 22'ni 5'e bölsə edəcək 4 tam onda 4. Bərabərsizliyi ödəyən ən kiçik tam ədəd hansıdır? Biz burada təbii ki götürəcəyik 5'dən 4 tam onda 4'dən böyük olan tam ədəd 5'i götürürük. Doğru cevap olur B variantı. Her zaman ilk önce ortadaki işarəyə diqqət edin. 5 kız çıxaq 8 böyükdür 22 bərabərsizliyini ödəyən ən kiçik tam ədədi tapın. İlk önce bərabərsizliyin özün yazaq. 5 kız çıxaq 8 böyükdür 22. 5 kız böyükdür 22'nin üzerine gəlirik 8'i. Burada çıxmadısa bərabərsizliyin digər tərəfinə keçəndə, sağ tərəfinə keçəndə toplama olacaq. İşarə dəyişir. 5x böyükdür 30. X da böyükdür 30'u bölürük 5'e. X böyükdür edəcək 6. X böyükdür 6'dan. Bizə deyir ki, bərabərsizliyi ödəyən ən kiçik tam ədəd tapın. 6'dan böyük olan ən kiçik tam ədəd neçədir? 7. Növbəti tapşırığa baxaq. 3x plus 7 kiçikdir 28 bərabərsizliyində ən böyük tam ədədi tapın. Tapaq. Üç x plus 7 kiçikdir 28. 3x qalır yerində, bərabərsizliyi həll edirik. Burada toplamадırsa bərabərliyin bu üzünə keçəndə çıxma olacaq. İşarə dəyişir. 28 çıxaq 7. 3x kiçikdir 21. X kiçikdir 21 bölək 3. X kiçikdir 7. Bizə deyir ki, bərabərsizliyi ödəyən ən böyük tam ədəd tapın. 7'dən kiçik olan ən böyük tam ədəd hansıdır? 7'dən kiçik olan ən böyük ədəd 6. Doğru cavab olur B variantı. Dördüncü testimizə baxaq. Eyni qayda ilə həll edirik. X plus 30 kiçikdir 120. X'in uyğun ən böyük natural ədədi istəyir bizdən. X kiçikdir 120 çıxaq 30. Burada toplamadır. Bərabərliyin digər tərəfinə keçəndə çıxma olur. X kiçikdir 90. 90'dan kiçik olan ən böyük natural ədəd edir 89. Doğru cavab olur B variantı. 5-ci misalımızı bərabərsizliyimizi eyni qayda ilə həll edək.
x plus 20 kiçikdir 92. X kiçikdir 92'dən çıxırıq 20-ni. X kiçikdir 72. X-a uyğun ən böyük natural ədəd 72-dən kiçik olan ən böyük natural ədəd. Əslində 72-dən kiçik olan ədədlər başlayır 1-dən. Baxın, başlayır 1-dən 1, 2, 3, gəlir 71-ə qədər. Bizə deyir ki, ən böyük natural ədəd hansıdır? 71. Doğru cavab olur. D variantı. 6-cı sualımıza davam edək. Aşağıdakı ədədlərdən hansı 6x plus 11 kiçikdir 47 bərabərsizliyini ödəyir? Baxaq, tənəyin özü verilib. Burada nə yazırıq? 6x kiçikdir 47 çıxaq 11. Burada toplamadır. Digər tərəfə keçəndə çıxırıq. 11. 6x kiçikdir 36. X kiçikdir. Hər zaman ortada işarəyə bərabərliyə fikir verin. 36-nı bölürük 6-ya. X kiçikdir 6-dan. Bərabərsizliyini hansı ədədlər ödəyəcək? 6-dan kiçik olan ədədlər 8 6-dan kiçik deyil, 7 deyil. Əgər burada kiçik bərabərdir olsaydı 6-nı cavab kimi götürə bilərdik. Ancaq kiçikdir deyir. 6 əlimiz olmayacaq. 6-dan kiçik ədəd edir 5. Növbəti 7-ci testimizə baxaq. X böyükdür 18 vuraq 5. X böyükdür 18-i 5'ə vuranda edir 90. X-in yerinə yazıla bilən ən kiçik ədəd hansıdır? 90-dan böyük olan ən kiçik ədəd. Əslində burada gəlir, baxın 90-dan böyük olan ədədlər 91, 92, 93 gəlir müsbət sonsuzluğa qədər. Amma bizdən deyir ki 90-dan böyük olan ən kiçik ədəd edəcək 91. Ən kiçik 91'dir. A kiçik bərabərdir 28 vuraq 3 olduqda A-nın yerinə yazıla bilən ən böyük ədəd hansıdır? A kiçik bərabərdir 28 vuraq 3. A kiçik bərabərdir 28-i 3'ə vursaq edəcək 84. A-nın yerinə yazıla biləcək ən böyük ədəd hansıdır? Baxın, burada kiçikdir və bərabərdir. Kiçik bərabərdir. Ona görə də elə 84'ün özünü götürürük. Əgər yalnız belə olsaydı, kiçikdir olsaydı 84, o zaman 84'dən kiçik olan ən böyük ədəd 83 götürərdik. Kiçik bərabərdir olduğu üçün 84'ün özünü götürürük. Davam edək. A böyükdür 104 vuraq 48. 104'ü 48'ə vursaq, 104'ü 48'ə vursaq edəcək 4992. Bizə deyir A-nın yerinə yazılacaq ən kiçik ədəd hansıdır? Baxın, burada böyükdür işarəsidir və bizdən 4992'dən böyük olan ən kiçik ədədi soruşur. Bu da edəcək 4993. Doğru cavab olur B variantı. Sonuncu 10-cu sualımıza baxaq. X kiçikdir 2 tam %35 vuraq 6. X kiçikdir 2 tam %35'i 6'ya vursaq edəcək 14 tam onda 1. Bərabərsizliyə həll etdik. Bərabərsizliyi ödəyən ən böyük tam ədəd hansıdır? 14 tam onda 1'dən kiçik olan tam ədəd edəcək 14'ün özü. Doğru cevap olur B variantı. Eğer burada olsaydı ki x kiçiktir 14, o zaman cevabımız 13 olardı. Ama burada 14 tam onda 1 var. Kəsir hissəsi də var. Ona görə də cevabımız olur 14. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik. Hələlik.